Salam, bugünkü videoda sizə JWT Authentication-ı necə GQ header ilə bypass edə biləcəyimi izah edəcəm. Birinci JWT-nin nə olduğundan izah etmək istəyirəm. JWT yəni JSON Web Token. Bizim normalda köhnədən istifadə etdiyimiz monolitik web application arxitekturundan fərqli olaraq son vaxtlarda ən çox istifadə olunan microservice arxitekturunda ən çox istifadə olunan authentication yollarından biridir. Hansı ki biz bu authentication yollarından microservislərin hər biri üçün ortaq bir JWT token yaradıb hər bir servisi ayağa qaldırmaq üçün bu tokendən, yəni daha doğrusu ayağa qaldırmaq üçün yox, verification etmək üçün JWT dediyimiz bu JSON Web Token-dan istifadə edirik. İndi bu videoda sizə mən Portswigger'da JWT lablarından GQ üsulu ilə bypass eləməyi göstərmək istəyirəm. Deməli, buradan bildiyimiz kimi normal bizim JWT'lər, yəni 3 dənə əsas header parametrimiz var bizim. Normal JWT dediyimiz, yəni iki cür biz JWT dediyimiz tokeni iki cür şifrələyə bilirik. Əsas olaraq header hissəmiz var. Burada əsasən algoritmlər, hansı şifrələmə üsulunun istifadə olunacağı və s. kimi informasiya var olur. Payload hissəsi bizim paroğumuzun və password, username hissəsinin olduğu yer olur və bir də verification, verify, signature, yəni hər nə deyirsə bu hissə olur. Burada isə bizim özümüzə aid bir secret key'imiz olur. Hansı ki bu secret key ola bilər simetrik və yaxud asimetrik. Simetrik keylər üçün biz normal sadəcə əldə olur bir dənə key, yəni bu hər hansısa bir şey ola bilər, random hər hansısa bir şey, salam bir məsəl üçün bizim secret keyimiz ola bilər və biz hər dəfə göndərdiyimiz JWT tokenini şifrələmək üçün bu simetrik keydə istifadə etdiyimiz secret keydən istifadə edirik. Hansı ki burada bütün məlumatlar, payload header və digər hissələrdəki bütün məlumatlar şifrələnir və bizim secret keyimizlə birləşdirib bizim üçün JWT token yaradılır. Asimetrik keydə isə bundan biraz daha fərqlidir. Simetrik key sadəcə ibarətdir secret keydən. Asimetrik isə bundan biraz daha fərqlidir. Bildiyimiz kimi asimetrikdə public və private olmaq üzrə 2 ədəd keyimiz olur. Public key dediyimiz key bizim yəni web serverdan bizə verilən keydir. Həmçinin biz bu public key görə bilirik. Amma private key isə web serverın bizim sadəcə sign əsnasında web servera göndərdiyimiz və bunu web serverın özündə saxladığı, daha doğrusu web serverın bizə göndərdiyi və web serverın həmişə özündə saxladığı bizim bilmədiyimiz bir private keydir. Biz isə bu videoda JWT tokenini GQ header ilə manipulyasiya edib sistemə administrator olaraq daxil olmağa çalışacağıq. İndi GQ-nun da nə olduğunu izah edeyim. GQ-də isə sadəcə tək fərq ondadır ki, bizim istifadə etdiyimiz JWT-dən əlavə bizim istifadə etdiyimiz JWT deyə bir header var. Bu dediyim kimi asimetrik keylərdən ibarətdir. İçərisində asimetrik key olur JWT-də. JQ-da isə biz bu JWK dediyimiz keyi bir URL-də, bir web səhifəsində təminləyirik və biz JQ header-dan istifadə etdikdə web aplikasiyaya göndərdiyimiz request-də biz ona bildiririk ki, bizim əgər tokenimizi yoxlamaq istəyirsənsə bu URL-lərə gedib bunlara baxmalısan və bizim tokenimiz orada olacaq.
daha doğrusu tokenimizin secret key hissəsi orada olacaq. Bəli, bizim üçün Portswigger'da belə bir URL verilib. Bu URL-də header hissəsi var, dediyim kimi body hissəsi var. Bu bizim sadəcə asimetrik keydə istifadə etdiyimiz secret keyimiz olacaq. Burada bizim göndərməli olduğumuz application olduğu üçün bunu dəyişirəm. Application burada JSON JavaScript faylı olduğu üçün. Okay, indi burada əsas bizdə body hissəsidir. Body hissəsinə bizdə lazım olacaq. Burada baxın, Portswigger'ın özünün verdiyi bu deyil. Bu bizim sadəcə belə deyim, dediyim bayaqki JV2 tokenidir. Gördüyünüz içində hansı ki bizim secret keyimizi daşıyır. Biz asimetrik keydə istifadə edilmiş public və private keylərdən ibarət olan. Okay, burada isə bizim JKU-da istifadə edəcəyimiz, gördüyünüz kimi burada bir case array var. Case array'nin içində hansı ki KTY, Y, KID, N kimi parametrlər var. Biz əsasən JKU header'ında bunlardan istifadə edirik. İnşallah kopyalaya bilsək. Okay, bunu da kopyaladık. Exploit body hissəsinə bunu yapışdırırıq. Bizə sadəcə bir ədəd key lazım olduğu üçün bu hissəni silirəm. Vergülü silirəm. Okay, biz indi Burp Suite'imizə keçirik. Buranı silək, daha rahat olmaq üçün. İndi buradan My Account deyək. Burada daha çox aydın olar məncə sizə fikrim. Peter deyək, login deyək. Burada My Account winner hissəsi var. Bunu repeater'a göndərirəm. Burp'ü biraz böyüdək. Bunu tam ekran eləyək. Okay, bunu send deyək. Bunu niyə bu gündədir? Request-dan bəs. Proxy-mizə təzədən gələk. Request, response, request orada deyil, da response anı. Repeater'a yenə göndərək bunu. Əla. Niyə belədir? Bəli. Burp Suite'də ilk dəfə qarşılaşdığım şeylər. Nəysə, mən buradan sizə göstərim. Burada gördüyünüz kimi bizim ayrıca extension olaraq Burp Suite'ə yükləyə biləcəyimiz JWT editor və JSON Web Token hissəsi var. Biz indi JSON Web Token hissəsinə gəlirik. Buna JWT editordan girə bilirsiniz hansı ki. Burada bizə lazım olan yeni bir RSA key lazımdır bizə. Niyə? Çünki biz hazırda özümüz üçün bir public və private key düzəldə bilsək, sistemə bu verəcəyimiz public və private keyləri qeyd elətdirib özümüzü administrator kimi sistemə tanıda bilərik. Mən buradan generate edirəm. Okay, bizə lazım olanlar okay deyirəm. Yeni göndərdiyimiz buydu. İndi baxırıq. Burada bizim nə kimi parametrlərimiz var. Repeater, request, request dedik. Burada okay, bizə lazım olan hissə. Bu niyə belə görünür? Hələ bilmirəm. Okay. Düzəltdik. Bəli, bizə lazım olan hissə bu hissədir. İlk öncə sub'ı dəyişib administrator verək. Administrator verdikdən sonra buradan parametri dəyişək. Admin faylına getmək istəyirik. Gördüyünüz kimi 401 unauthorized verir. Admin interface sadəcə admin üçün keçərli deyir. İndi biz gəlirik web token hissəsinə. Ən vacib hissə buradır. Bizə ən lazım olacaq olan JKU header'ını buraya əlavə edirəm. 2 nöqtə qoyuram qarşısına və bizim istifadə edəcəyimiz gəlirik JWT editora. Burada bizim lazım olacaq deməli KID hissəsi. Çünki secret'in içində əsas olaraq olmalı olan hissələrdən biri budur. Bunu gəlib biz exploit edəcəyimiz səhifənin içinə yerləşdirməliyik. Exploit server hissəsində KID hissəsinə gəlirik. Bunu yapışdırırıq. Bəli. Bir dəqiqə. Böyle eləyək. Bəli, KID hissəsini yapışdırdıq və n parametri var burada. N parametrini də yapışdırmalıyıq.
kopyaladık, okey dedik, keçdik bura en parametrini yapıştırmağa. Bəli, en parametrini yapıştırdık. Belə eləməyək bir dəqiqə. Okey, belə yaxşıdır. Düzdürmü? Düzdür, bəli. Burada artıq biz store dedikdə səhifə bunu belə qəbul etməyə başlayacaq və hər dəfə bu sayta web aplikasiya request atdığı halda bizim üçün belə bir asimetrik key yaratmış olacaq. Daha doğrusu buna JQ token deyə bilərik. JQ tokenin secret hissəsi deyə bilərik. İndi bizə lazım olan gəlirik repeater'a. JQ hissəsinə verməzdən qabaq ilk öncəliklə biz key ID hissəmizi təsdiqləyək. Key ID hissəmiz budur. Key ID hissəmizi kopyalayırıq. Key ID hissəmizi yapışdıraq. Key ID hissəmizi yapışdırdıq. Administrator yapışdırmışıq. JQ hissəsinə də ən son lazım olan exploit linkimizi verməliyik. URL-imizi veririk. URL-imizi yapışdırırıq. Və bunu səhv eləmirəmsə bu halda sən deyəsəm internal server error. Niyə? Sign eləmədik. Bəli, mənim səhvimdir. Biz bunları göndərdikdən sonra isə sign etməliyik. Çünki biz artıq yeni bir özümüz üçün key yaratdığımız üçün sistemə bunu tanıtdırmalıyıq. Key ID-miz dəyişdi yoxsa yox. Key ID-miz dəyişdi, bəli. Bunu göndərək, yenidən dəyişək. İndi send deyək. Authorize dedi. Nəyi səhv edirik? JQ düzdür, algoritm düzdür, administrator düzdür. Pratiyə gələk, admin session. Keyimiz düzdür, key ID-miz 508 4, bəli, doğrudur. En hissəmiz doğrudur. Buradakı ən böyük problemlərdən biri də odur ki, hər hansısa bir balaca vergül səhvi belə sizə böyük bir problem yarada bilər. Okey, burada baxaq. Bizə lazım olan endi. Yəni JBT editor, bura en. Deyəsən səhv kopyalamışam. Yəni də kopyalayaq, yəni də. Yox, bir dəqiqə. Bəli, doğrudur bu da. Belə olacaq. Yəni bu doğrudan normal, okey, hər şey düzgündür. Düzgün görünür. Bəs nəyi səhv eləyirik, harda eləyirik? Okey deyək. Key ID-miz doğrudur. Proxy yox, repeater. Administrator. Key ID doğru. Sign deyək yenidən. Sign eləyək özümüzü. Admin hissəsinə send göndərək. Okey. Bu ehtimal sign'da nəsə problem olmuşdu və yaxud bilmirəm. Hər hansısa bir yerdə ola bilər problem. Gördüyünüz kimi biz artıq admin panel hissəsinə keçid edə bilmişik və buradan da bizə tapşırıqda istədiyi şey oydu ki, Carlos user'ını silməyimizi istəyir. Hansı ki Carlos buradadır. Bunu silək, /delete, username Carlos. Belə request edədiyimiz halda 302 found deyəcək və artıq biz səhifəyə keçid aldığımızda congratulations oldu lab. Ümidvaram ki başa düşən olmuşdur. JQ header'la inject, daha doğrusu bypass eləmək JWT tokenini. İzlədiyiniz üçün çox sağ olun.